Bir var Allah'ın gönderdiği İslam var, din var. Bir de var Allah'ın göndermediği, insanların Allah'a öğrettiği din olarak İslam var. Allah'ın göndermediği, insanların Allah'a öğrettiği din olarak İslam var. Bir de benim dəvətim yenə dediyim kimi şəxslər üzərindən deyil. Yəni ya Elşadın ətrafında yığışaq, ya birliyi. Xeyr, heç bir zaman. Mən deyirəm ki, sabahlarım Elşad olsa da, olmasa da, əlimizdəki mövcud kitaba müraciət eləyərək biz öz dini anlayışımızı ona uyğun yaşaya bilək. Məsələ budur. Mənim dəvətim yenə dediyim kimi şəxslər üzərindən deyil. Yəni ya Elşadın ətrafında yığışaq, ya birliyi. Xeyr, heç bir zaman. Çünki mən özü qarşıma bir missiya qoymuşam, hədəf qoymuşam. Bu missiyaya doğru gedərkən bəli bilirəm ki, müxtəlif ləkələmələr də olacaq, təhqirlər də olacaq, müəyyən zorakılığa məruz qalma ehtimallarımız da var. Bizlə bağlı müəyyən təhdidlərin olduğunu da bilirik. Bununla bağlı müəyyən siyahılarda adımızın olduğundan da xəbərdarıq. Bizlə bağlı müəyyən təhdidlərin olduğunu da bilirik. Bununla bağlı müəyyən siyahılarda adımızın olduğundan da xəbərdarıq.